Herkese salam. Bugünkü izah videomuz Azərbaycanın mineral ehtiyatları mövzusuna olacaq. Gəlin başlayaq. Birinci sual. Azərbaycanın faydalı qazıntılarla zəngin olması nə ilə izah edilir? Ölkəmizdə niyə faydalı qazıntılar zəngindir? Çünki bizim ölkəmiz geoloji quruluş cəhətdən mürəkkəbdir. Cavab Y bəndidir. Qədim qırşıqlıq sahəsinə yerləşməsi xeyr. Biz Alp-Himalay geosinkronal ərazisindəyik. Cavan qırşıqlıq sahədir. Düzənlik relyef, dağlıq relyefin üstünlüyündə aidiyyatı yoxdur və palça vulkanların geniş yayılmasının da aidiyyatı yoxdur. İkinci sual. Respublikamızda ehtiyatları nisbətən zəif olan təbii resurslar. Bizdə meşə ehtiyatları zəifdir. Cəmi ölkəmizin 11-12%-ni meşə təşkil edir. Torpaq ehtiyatlarımız zəifdir. Şirusi ehtiyatlarımız azdır. Yanaş ehtiyatlarımız azdır. Elə cavab A bəndidir burada. İqlim, mineral ehtiyatlarımız, aqroiqlim ehtiyatlarımız zəngindir. Günəş enerjisi, neft ehtiyatlarımız zəngindir. Yanacaq çıxar, iqlim çıxar, mineral su, təbii qaz çıxar. Cavab A bəndi. Üçüncü sual. Respublikamızın iqtisadi cəhətdən əhəmiyyətli təbii ehtiyatları. Deməli, A-da iqtisadi cəhətdən əhəmiyyətli hidroenerji çıxar. B-də daş kömürü çıxar. Ölkəmizdə bizim daş kömürü ehtiyatı ümumiyyətlə yoxdur. C-də meşə çıxar. Bizim meşə ehtiyatımız çox azdır. D-də daş kömür çıxar. Deməli, cavab Y bəndidir. Ölkəmizdə zəngin olan neft, təbii qaz yataqları, əlvan qara metal, filiz ehtiyatlarımız və aqroiqlim ehtiyatlarımız zəngindir və əhəmiyyətli təbii ehtiyatlarımızdır. 4. Azərbaycanın zəngin təbii qaz ehtiyatları əsasən hansı dövrün çöküntülərində yayılıb? Əlbəttə ki, 4-cü dövr, Kaynazoy. Neft, təbii qaz cavan süxurlardır. Cavan çökmə süxurlardır. Azərbaycanda xörək duzu ehtiyatlarının yerləşdiyi ərazilər. Ölkəmizdə xörək duzu yayılıb Naxçıvanda və Abşeronda. Naxçıvanda Nehrəm Duzdağ yataqlarından, Abşeronda şor sulu göllərdən çıxarılır. 6-cı sual. Azərbaycanda qızıl ehtiyatı aşkar edilən inzibati rayonlar. Ölkəmizdə qızıl var. Kəlbəcərdə Zod Qızılbulaq yataqlarında, Zəngilanda Vecnəli yataqlarında, Gədəbəydə Qoşa yataqlarında. Deməli, Kəlbəcər, Zəngilan. Cavab Y bəndidir. 7-ci sual. Kiçik Qafqazda filiz faydalı qazıntıların geniş yayılmasının səbəbi. Çünki Kiçik Qafqazda çökmə yox, maqmatik süxurlar geniş yayılıb. Cavab B-dir. Maqmatik süxurların üstün olduğu ərazilərdə filiz faydalı qazıntılar üstündür. Amma çökmə süxurların üstünü təşkil etdiyi, məsələn, Böyük Qafqazda Kürd ağrısı çökəlidir. Burada çökmə mənşəli faydalı qazıntılar daha üstündür. 8. Böyük Qafqaz dağlarında Kiçik Qafqaza nisbətən filiz faydalı qazıntıların az olmasının səbəbi nədir? Əlbəttə ki, yenə də süxurlar. Çünki Böyük Qafqazda çökmə süxurlardır. Kiçik Qafqazda isə maqmatik süxurlardır. Qədim dağ süxurlarının təşkil olması xeyr. Böyük Qafqazda çökmə mənşəli süxurların üstünlüyünü təşkil etməsi. Bəli, cavab B-dir. 9. Azərbaycanda faydalı qazıntıların yayılma xüsusiyyətləri. 1. Günnüt Qapıcıq, yəni Naxçıvanda, dağlıq hissələri Zəngəzur dərələri və Gəncə fiziki coğrafi rayonlarında filiz faydalı qazıntılar üstünlüyü təşkil edir. Bəli, bu fikir doğrudur. 2. Böyük və Kiçik Qafqaz dağlarında üzvü mənşəli yanar faydalı qazıntılar üstündür. Böyük Qafqazda düzdür, yanar faydalı qazıntılar üstündür, amma Kiçik Qafqazda əsasən filiz mənşəli faydalı qazıntılardır. Çünki burada maqmatik süxurlar üstündür. Üçüncü sual. Üçüncü deyir ki, Xəzərin şelf zonasında üzvü mənşəli faydalı qazıntılar, bəli, neft təbii qaz çıxarılır. Maqmatik süxurların geniş yayıldığı Talış və Kiçik Qafqaz dağlarında filiz faydalı qazıntılar üstündür. Xeyr. Filiz faydalı qazıntılar maqmatik süxurların Talış və Kiçik Qafqaz dağlarında filiz faydalı qazıntılar. Kiçik Qafqazda filiz faydalı qazıntılar var, amma Talış dağlarında filiz faydalı qazıntılar yoxdur. Ona görə 4 səhvdir. Qarabağ düzü qanlı xəritədə Cilxanmalı, bəli. Düzənlərimizdən çıxardılar. Sürüşmələrin intensiv baş verdiyi ərazilərdə filiz faydalı qazıntılar. Xeyr, sürüşmələr ən çox Böyük Qafqazın ətəklərində olur, Böyük Qafqaz dağlarında olur və burada da filiz yox, çökmə mənşəli süxurlardır. Cavab 1, 3, 5 A bəndi. 10. Zod qızıl yatağının coğrafi mövqeyini dəqiq müəyyən edilməsi üçün hansı rayonun xəritəsi? Zod yatağı Kəlbəcərdədir. Deməli, bu yatağın mövqeyini müəyyən etmək üçün bizə lazımdır Kəlbəcərin xəritəsi. 11. Lev çay Civə yatağının coğrafi mövqeyinin dəqiq müəyyən olunması üçün
Hansı rayonun xəritəsindən istifadə etmək olar? Deməli, Lefçay civə yatağı hardadır? Kəlbəcərdədir. Ağyataq, Şorbulaq, Lefçay, Kəlbəcərdə, Gölcəs çay, Narzanlı, Laçında civə yataqlarımızdır. Civənin işarəsi baxın bu formadadır. 12-ci sual. Respublikamızın əsas polimetal yataqları. Bizim əsas polimetal yataqlarımız Böyük Qafqazda da var, Kiçik Qafqaz tektonik qalxmasında da var. Yəni filiz faydalı qazıntı olaraq. Deməli, Gümüşlü, Mehmana, Filizçay. Bəli, Gümüşlü, Şərurda, Mehmara yatağı Ağdərədə, əvvəl Kəlbəcərdə idi, indi Ağdərəyə verilib. Və Filizçay, Katexçay, Kastaq, Mazımçay Böyük Qafqaz qalxmasına Balakən-Zaqatala bölgəsində cavab elə A bəndidir. Və polimetalın işarəsində çəkim sizin üçün radiasiya işarəsinə bənzəyir. Bu da polimetalın işarəsidir. Bir dəqiqə. Rəngləyə bilmədim. Nəysə də belə. Polimetalın işarəsidir. Təkər kimi. 13. Daşkəsən gümüşlü zəyli yataqlarına müvafiq olaraq uyğun gələn faydalı qazıntılar. Daşkəsəndən çıxarılır dəmir filizi alünit. Gümüşlü polimetal yatağıdır. Zəyli də daşkəsəndən çıxarılır alünit ehtiyatımızdır. Deməli, daşkəsən dəmir filiz, gümüşlü polimetal yatağı, zəyli isə alünit yatağıdır. Y bəndidir cavab. Azərbaycanda zəngin olan təbii resurslar. Deməli, neft bizdə zəngindir. Təbii qaz zəngindir, alünit, mineral ehtiyatlar. Bəli. A-dır elə cavab. B-də daş kömür çıxır, bizdən daş kömür çıxmır. Qonur kömürdə bizdə qonur kömür ehtiyatları da yoxdur. Meşə ehtiyatlarımız zəifdir. Y-də də yanaşist ehtiyatlarımız zəifdir. Cavab olur A bəndi. 15. Abşeron yarımadasında səthə çıxan mineral bulaqlar. Abşeronda olan mineral bulaqlar Şıx, Suraxanı mineral bulaqlarıdır. Qalaltı Şabrandadır, Vayxır Naxçıvandadır. B-də yenə Sirab Naxçıvandadır, Xaltan Qubadadır. 16. Xəzərdə xarici şirkətlərin birgə istismar etdikləri yataqların hansında daha zəngin təbii qaz ehtiyatları əlbəttə ki, Şahdəniz. Bizim ən zəngin dənizdə olan təbii qaz yatağımızdır, Şahdəniz yatağı. 17-ci sual. Diaqçay molibden yatağının və Bədo mineral bulağının yerləşdiyi tektonik zonalar. Diaqçay Naxçıvandadır, molibden yatağı. Bədo isə İsmayılıdadır, mineral bulaq. Deməli, birinci Diaqçay, Kiçik Qafqaz tektonik qalxması, İsmayılı isə Böyük Qafqaz tektonik qalxması. Cavab B bəndidir. Kiçik Qafqaz qalxması, Böyük Qafqaz qalxması. 18. Respublikamızda polimetal filizlərin yayıldığı fiziki coğrafi rayonlar. Deməli, polimetal filizləri yayılıb Balakən-Zaqatalada, yəni Zaqatala-Lahıcda, Naxçıvanda, Günnüt Qapıcıqda, bir də Qarabağda, Ağdərə. Cavab C-dir. Sxemi tamamlayın. Metamorfik mənşəli süxurlarda yayılan faydalı qazıntıdır. 2 isə xörək duzu ehtiyatları yayılmışdır. Xörək duzu Naxçıvanda, Abşeronda yayılıb. Bəli. Mərmər də bəli, metamorfik mənşəli faydalı qazıntı. Ölkəmizdən 3 dənə ərazidən çıxardılar mərməri. Qubadan, Daşkəsəndən, bir də Şərurda mərmər ehtiyatları var. Mərmər də metamorfik süxurdur, əhəng daşından çevrilir. Azərbaycan Respublikasına faydalı qazıntılara uyğun olan yataqların müvafiq sırası. Polimetal. Deməli, polimetal yatağı Mehmana, Ağdərə, Kvars qumu Hacıvəli, Abşeronda şüşə istehsal edirlər kvars qumundan. Civə ehtiyatları Ağyataq, Kəlbəcərdə, bentonit cili, Qazaxda, Daş Salahlı. 1-ə B, 2-yə A, 3-ə D, 1-ə B, 2-yə A, 3-ə D. Cavab Y bəndidir. Doğru sıraları müəyyən edin. 1. Alüminium, alünit, zəylic, Qazax, Qarabağ. Deməli, alünit ehtiyatları Daşkəsəndədir. Və Qazax, Qarabağda deyil. Bu fikir səhvdir. Daşkəsən, Gəncə fiziki coğrafi rayonu, bəli. İkinci fikir doğrudur. Neft ehtiyatları Çıraq, Kür, Araz. Üçüncü fikir səhvdir.
Kür-əraza düşmür. Filizçay ehtiyatı, polimetal ehtiyatı, Zaqatala lahıc 4-cü doğrudur. Yenə polimetal ehtiyatı gümüşlü, Günnüt qapıcıq, bəli, Naxçıvanda. Daşkəsəndə bu dəmir filizinin işarəsidir. Qazax Qarabağ. Bu da səhvdir. Daşkəsən Qazax Qarabağa düşmür. Gəncə fiziki coğrafi rayonuna düşür. 22. Polimetal filiz yataqlarına uyğun gələn ərazilər. Deməli, polimetal Balakən Zaqatala 2-də yayılıb. 3-də Şərurda Gümüşlü yatağı. Bir də 6 Ağdərədə. 2, 3, 6. Cavab C bəndi. Filizçay, Katexçay, Kastaq, Mazımçay burada. Gümüşlü Şərurda. Mehmana isə indi Ağdərəyə verilib. Xəritə sxemə əsasən mərmər yataqlarına uyğun gələn ərazilər. Mərmər dedik ki, ölkəmizdə 3 dənə rayondadır. Qubada, Daşkəsəndə və Şərurda. 2, 5, 6 rəqəmi. Cavab Y bəndidir. 24. Daş, duz, neft və civə yataqlarının yerləşdiyi ərazilər. Daş, duz, Naxçıvanda, Nehrəm, Duzdağ yataqları. 2. Neft ehtiyatı, Siyəzəndə. 1. Civə yataqları, Kəlbəcərdə. 3 rəqəmi. 2, 1, 3. Kəlbəcərdə Ağ yataq, Şorbulaq, Lövçay yataqları. Cavab D bəndidir. 25. Polimetal yanaşist alnit ehtiyatlarının olduğu fiziki coğrafi rayonlar. Polimetal ehtiyatımız Zaqatala lahıcda var, Balakən Zaqatala. Yanaşist ehtiyatımız Dağlıq Şirvanda, İsmayılıda. Yanaşist ehtiyatı Qobustan, İsmayılı. Alnit ehtiyatı isə Daşkəsən, Gəncə fiziki coğrafi rayonu. Bəli, cavab D-dir. 26. Polimetal molibden mərmər ehtiyatının aid olduğu ərazilər. Polimetal Qarabağda var, Zaqatala lahıcda da var. Amma vulkanik yaylada yoxdur. Molibden, Parağaçay, Diyaqçay, Naxçıvanda. Günnüt qapıcıq. Və mərmər ehtiyatı da Gəncə. Daşkəsəndə mərmər ehtiyatımız bəli. Cavab Y bəndidir. Xaltan, badamlı istisu, ilisu mineral bulaqları. Xaşı, cimmi, xaltan Qubadadır. 2 rəqəmi. Badamlı Naxçıvandadır. 4 rəqəmi. İstisu Kəlbəcərdədir. 3 rəqəmi. İlisu Qaxdadır. 1 rəqəmi. 2, 4, 3, 1. Cavab D bəndidir. Azərbaycanın əsas təbii qaz yataqları. Azərbaycanın əsas təbii qaz yataqları Şahdəniz, Qaradağ. 2, 4. Azəri Çıraq Günəşli neft yataqlarıdır. Muradxanlı Mezozoy yaşlı neft yatağımızdır. Ağdağ isə seolit yatağıdır. Ümumiyyətlə neft yatağı, təbii qaz yatağı deyil. Azərbaycanın əsas neft yataqları Azəri Çıraq Günəşli. Elə cavab 1, 4. Qaradağ qazdır. Qaradağ Gürcən, Zirə qaz yataqlarıdır. Qaradağ Qobustan, Gürcən, Zirə. Ümid də yenə qaz yataqlarıdır. 30-cu sual. Zərdab, Kürdəmir, Sabirabad, Saatlı inzibati rayonlarının ərazisində mineral termal suların geniş yayılmamasının səbəbi nədir? Çünki bu ərazilər tektonik qırılma zonasından kənarda yerləşirlər, düzən yerlərdir. Baxaq görək. Tektonik qırılma zonası sərhədində, xeyr, sərhədində olsaydı burada mineral sular olardı. Dağ düzəninin sərhədində olsaydı mineral su olardı. Qırılma xəttinin üzərində olsaydı mineral su olardı. Deməli cavab Y bəndidir. Çünki burada tektonik qırılma zonasından kənardadılar. Elervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Filiz faydalı qazıntılar, yanar faydalı qazıntılar, oxşar və fərqli xüsusiyyətlər. Kiçik Qafqazda daha böyük ehtiyatlara malik olan filiz faydalı qazıntılardır. Çökmə süxurların toplandığı yerdə olan yanar faydalı qazıntılardır. Yaranması geoloji quruluşun xüsusiyyətləri ilə bağlı olan hər ikisidir. Azərbaycanın ixrac istiqamətində ən çox gəlir gətirən sahə olan yanar faydalı qazıntıdır. Xarici ölkələrə də satırıq. Maqmatik süxurların yayıldığı yerdə olan filiz faydalı qazıntıdır. 1-ə 1, 5, 2-ə 2, 4, 3-ə də 3. D bəndi. Şərti işarələrə uyğun gələn faydalı qazıntı yataqları. Birinci, dəmir filizidir. İkinci, alinitdir, alüminium, alinit alüminiumun xammalıdır. Üçüncü isə cipsdir. Əlvan metal alüminiumdur, qara metal dəmir filizidir, tikinti isə cipsdir, 3-dür. Hamançay dəmir filiz yatağıdır. A. Ağ yataq
civə yatağıdır. Ümumiyyətlə bu heç birinə getmir. Ağcakənd cips yatağıdır. Zəyliç alunit yatağıdır. Diyaqça isə molibden yatağıdır. Bu da heç birinə getmir. Deməli 1-ə 2A 1-ə 2A 2-yə 1D 3-ə 3C. Cavab A bəndidir. 33-cü sual. Yenə təbii ehtiyat yataq, inzibati rayonları 1. Civədir. Civə ehtiyatı ağ yataqda olar. Cilcəssay Narzanlı Laçında. Deməli, Laçındakı soruşursa, deməli Cilcəssay yatağıdır. Elə cavab C-dir. Civədən bilmək olur. Göydərə ipək xromit yatağıdır. Bəli, xromitin də işarəsi X hərfi kimi yadda saxlayırıq. Diyaqçay da molibden yatağıdır. Hardadır? Naxçıvanda, Ordubaddadır. C. 34. Uyğunluğu müəyyən edin. Dəmir filizi ilə bentonit cili. Maqmatik süxurların geniş yayıldığı ərazidə yayılan dəmir filizidir. Qara metallurgiyada istifadə olunan bentonit cili, dəmir filizi, hər ikisi qara metallurgiyada istifadə olunur. Oda davamlı qəliblərin hazırlanmasında istifadə olunur. Bir dəqiqə 2 ortaya gedir. Oda davamlı qəliblər hər ikisinə gedir. 3. Daha sonra daş kəsən filiz saxlaşdırma zavodunu xammalla təmin edən əlbəttə ki, dəmir filizidir. Bu xammal ehtiyatı respublikamızın qərb rayonlarında cəmlənmişdir. Qərb rayonlarında cəmlənmişdir. Bentonit Qazaxdadır, daş salahlı, dəmir filizdə, daş kəsəndədir. Hər ikisi qərb rayonudur. Ona görə də 5 də gedir hər ikisinə. Qazax rayonunun daş salahlıdan çıxardılan da bentonit cili ehtiyatlarıdır. Ona görə 1-ə 1, 4, 2-yə 3, 6, 1, 4, 3, 6, 2-yə 3-ə də 2, 5. Cavab B bəndidir. 35. Qaz yataqları quruda olan, dənizdə olan təbii qaz yataqları. Quruda olanlar Qaradağ, Qobustan, Gürcən, Zirə yataqlarıdır. A ilə D gedir 1-ə. Dənizdə olanlara isə Şahdəniz, Ümid, Abşeron, Ş, Ü, A kimi yadda saxlayaq. Şahdəniz, Ümid, Abşeron yataqları. B ilə C də gedir dənizdə olan yataqları. 1-ə AD, 2-yə BC. AD, BC. Cavab Y bəndidir. Neft yataqları Mezozoy yaşlı, Kaynazoy yaşlı. Mezozoy yaşlı 2 dənə neft yatağımız var. Muradxanlı və Mollakənd yatağı. Muradxanlı İmişlidədir. İmişli. Mollakənd Kürdəmir. Deməli, B ilə D Mezozoy, A ilə C Kaynazoy yaşlı yataqlardır. Cavab B bəndidir. 37 mineral sular. Bədva mineral suyu İsmayılıdadır. Şırlan turşusu Şuşadadır. Xaşı Cimmi Xaltan Qubadadır. Cavab C bəndidir. Yenə mineral bulaqları Minkənd mineral bulağı Laçındadır. Qalaltı mineral bulağı Şabrandadır. Şırlan turşusu Şuşadadır. Badamlı və Minkənd mineral bulaqlarının yerləşdiyi tektonik zona. Əlbəttə ki, Kiçik Qafqaz tektonik qalxmasıdır. Badamlı Naxçıvandadır, Minkənd Laçındadır. Hər ikisi Kiçik Qafqaz tektonik qalxmasına aiddir. 40-cı sual. Şərti işarələrlə verilmiş təbii sərvətlərə uyğun gələn əlamətlər 1. Civənin işarəsidir. 2. Perlitdir. 3 də seolit ehtiyatıdır. Ən böyük yataqları Kəlbəcərdədir. Kənd təsərrüfatı da istifadə olunur. Bu ikinciyə aid olunur. Ən böyük yatağı ağ yataq Şorbulaq Lövçay civədir. Bu yatağın yerləşdiyi ərazidə qədim süxurlara rast gəlinir. Ağdağ seolit yatağıdır Tovuzda. Tovuzda ən qədim süxurlardır. Əsriçay, Zəyimçay hövzəsində. 1-ə B, 2-yə A, 3-ə C. 1-ə B, 2-yə A, 3-ə C və cavab A bəndi. 41. Eyler-Venn diaqramına əsasən uyğun bəndlər 1. Alüminiumdur. Alüminium. 2 isə dəmirdir. Dəmir filizdir. Ölkəmizdə ən böyük yataqları daş kəsəndədir. Daş kəsəndə hər ikisi. Həm alüminium, həm də alunit. Əlvan metallurgiyanın xammalı Əlvan metallurgiya alüminiumdur. Dəmir qara metaldır. Hamansay Dəmiroğlu daşkəsən dəmir filiz yataqlarıdır. Naxçıvanda ən böyük şaxtaqdır. Travertin yatağıdır. Bu heç birinə getmir. Zəyli yatağı da alunitdir. Alüminium 5. 1-ə 2, 5. 2-yə 3. 3-ə 1. Deməli, cavab D bəndidir. 42. Eyler-Venn diaqramına əsasən uyğun yenə perlit, xromit. Deməli, Kəlbəcər rayonunda yayılan hər ikisi Kəlbəcərdə var.
Qeyri-filiz faydalı qazıntıdır. Əlbəttə ki, birinci. Xromit filizdir. Kimya üçün xam maldır. Birinci. Göydərə ipək. Göydərə Kəlbəcərdə, ipək Laçında. Xromit yataqlarıdır. Qobustan və İsmayılıda yayılan bu yanan şisti heç birinə getmir. Deməli, 1-ə 2, 3, 2-ə 4, 3-ə 1. Cavab B bəndidir. Bədo mineral bulağının bum mineral bulağı ilə oxşar, isti su ilə fərqli cəhətləri. Bədo İsmayılıda, bum Qəbələdə, isti su isə Kəlbəcərdədir. Baxaq görək, İsmayılı ilə Qəbələnin oxşar, Kəlbəcərdən fərqli cəhəti. Əlbəttə ki, Böyük Qafqaz tektonik qalxma zonasında olması aid ola bilər. Çünki Kəlbəcər Kiçik Qafqaz tektonik qalxmasına aiddir. 44. Bibi Heybət Qaraçala neft yataqlarıdır. Əşrəfi Alov yataqlarından deyir, fərqli cəhətləri nədir? Bunlar quruda olan yataqlardır. Bibi Heybətlə Qaraçala, amma Əşrəfi, Alov, bunlar suda olan neft yataqlarıdır. Cavab Y-dir. Yenə faydalı qazıntı yataqları yerləşdiyi əraziləri bizdən soruşur. Bizə 1-ə verib ki, Qızıl, Kəlbəcərdə, bəli, 1 doğru verib. 2 polimetal, Balakən doğru verib. 3 neft, Siyəzən doğru verib. 4 qaz, Bakı doğrudur. Elə cavab A bəndidir. Digərlərinə məncə baxmağa ehtiyac yoxdur. 46. Rəqəmlərə uyğun faydalı qazıntılar. Deməli, 1 Qızıl, Zod, Kəlbəcər olar. 5 Qızıl, İsmayıllıdır, amma İsmayılda qızıl yoxdur təəssüf ki. Ona görə A getdi. 1 qızıl, bəli, olar, Zod olar. 6 dəmir, xeyr, bura daş kəsən deyil axı. Balakən Zaqatala bölgəsidir. Deməli, B də səhvdir. 1 qızıl, Zod olar. 2 neft, Siyəzən, bəli. 3 molibden, bəli, Naxçıvanda, Paraqaçay, Diyaqçay yataqları. 4 Qazaxda, bentonik gili, bəli. Daş salahlı yatağı. Elə cavab C bəndidir. Cavab C-dir. 47. Rəqəmlərə müvafiq faydalı qazıntı yataqları. 1 neft verib bizə. Naftalan nefti var burada, bəli. 3-ə əhəng daşı verib, Qobustanda, bəli. 4 kvars qumunun işarəsidir, bəli, Hacıbəlli. Elə cavab A bəndidir. Baxaq digərlərinə. 2 molibden. Bu molibdenin işarəsi deyil. 1-ə neft verib, Mollakənd. Mollakənd yatağı Kürdəmirdədir. Orada deyil. Səhv veriblər yerin. 2 travertin. Mollakənd, yenə Mollakəndi səhv veriblər. Mis talış ümumiyyətlə səhvdir. Neft, naftalan, mərmər, qoşa. Qoşa qızıl yatağıdır. Mərmərin ümumiyyətlə yox, aidiyyatı yoxdur. Bu da mərmərin işarəsi deyil. Mərmərin işarəsi budur. Rombdur. Ortasında bir dənə belə xətt. Sxemi tamamlayın. Böyük Qafqaz vilayəti. Deməli, bir dənə tapmalıyıq polimetal yataq. Baxaq, zəyli çalnit yatağıdır. Şorbulaq civə yatağıdır. Göydərə xromit yatağıdır. Mazımçay, bəli, polimetal yatağıdır. Ağ yataq da civə yatağıdır. Deməli, 1-ə tapmalıyıq. Mineral bulaqdır. Əlbəttə ki, 1 xaşı cimi xaltan Qubadadır. Quba. Mineral sudur. 2 mineral su, Qalaltı Şabranda, bəli, Böyük Qafqaz vilayəti ola bilər. Və 3 Hacıbəlli Hökməli. Abşeronda kvars qumu ehtiyatı. İşarəsi də budur. Kvars qumu. Cavab ilə D bəndidir. 49. Deməli, ağ yataq, şorbulaq, Lefçay bu civə ehtiyatıdır. Cips Ağza kənddədir. Hamansay dəmir filiz yatağıdır, dəmirdir. Qızılsa Kəlbəcərdə var, Gədəbəydə var. İndi baxaq görək. Yataqların adını soruşur yəqin ki, Zod, Qızılbulaq, Qoşa, Vecnəli yatağı. Deməli, 1-ə aid olacaq Ağcakənd, 2-yə aid olacaq dəmir filizi. Ağcakənd, dəmir filizi, cavab A bəndidir. Uyğunluğu müəyyən edin. 1 dəmirin işarəsidir. Dəmir. 2 molibdendir. 3 misin işarəsidir. 4 xromitdir. Gəlin baxaq. Paraqaçay molibden yatağıdır. İpək xromit yatağıdır. Hamansay dəmir filiz yatağıdır. Qaradağ mis yatağıdır.
Deməli, cavab Y bəndidir.